Hoş gördüyüz tamaşaçılar. Mövzular çox. 13 yaşlı bir qızımızın başına gələn müsibətlər. Aydın. Mənə deyə bilmədiklərini bir məktubda yazıb və inanın mənə ki, o məktub o qədər dəhşətlidir ki, birinci istədim ki, bu günləri onu etməyim, amma edəcəyim. Çünki 13 yaşlı bir qızın başına gətirilən bu müsibətlərə kimsə dayana bilməz. Nə xala Baharı, nə də xalanın birgə yaşadığı Tahir adlı kişini bağışlamaq qəti mümkün deyil, olmamalıdır. Və Nahidə. Bilirəm ki, hamı onunla maraqlanır. Mən dünən dedim, əməliyyat. Sizə söyləmişdim ki, dünən əməliyyata. Yəni, bilirsiniz necədir? Bu həyatda çox şeylər yaşamışam, çox şeylər görmüşəm. Düzdür. Çarəsiz insanlara kömək etməyə çalışmışam, amma həmişə o kömək etdiyim insanlar tərəfindən ilk ox mənə tuşlanıbdır. Amma buna baxmayaraq, mən yenə də yaxşılıqlarımda davam eləmişəm. Sözün açığı, haradasa atamın 10 gün, 9-10 gün ölümünə qalmış, bəlkə də o hiss elədi ki, mənim qəlbimdəki mərhəmət hissi, artıq mən onu arxa plana keçirirəm. O, sadəcə atamla mənim aramda o qədər böyük bir hörmət, sevgi və sayğı vardı ki, o heç vaxtı direkt birbaşa sözü mənim üzümə demirdi. O dolayısıyla mənə deyirdi. O, məni yanına çağırdı və dedi ki, qızım, mənim övladlarımın hamısı mərhəmətlidir. Amma sən daha çox, o hiss səndə daha çoxdur. Çalış ki, bu hiss heç bir zaman qəlbindən eksilməsin, əksinə artsın. Çünki qəlbində mərhəmət hissi olan insanların qəlbinin qonağı Allah olur. Çalış ki, qəlbində hər zaman qonağın Allah olsun. Bu sözü mən bugün sabaha səhər erkən, biraz tez yuxudan durmuşdum, bir yaxın rəfiqəmlə danışana qədər anlamırdım. Çünki bir insana kömək lazımdır. O mənə zəng eləmişdi səhər erkəndən ki, bəs buna kömək eləyək. Mən dedim, eləməyəcəyim canım mənim. Qadın şok yaşadı. Dedi ki, necə yəni, sən həmişə insanlara kömək eləyən insan və bu sənin əlindədir, sən deyirsən ki, nə olar, məni qarışdırma buna. Dedim ki, mən artıq hər zaman mərhəmət hissimin qurbanı oluram deyə bu hissi birazca bir müddət arxa plana keçirtmişim. Və həmən an dərk elədim ki, atam onu hiss eləmişimdir. O ona görə mənə çağırıb. Əgər mən sənin övladlarından daha çox mərhəmət hissi mənim qəlbimdə varsa, niyə sən mənə çağırıb bu məsləhəti verdi? O bilirmiş ki, mən artıq bu, belə deyək, yorulmuşam. O gedərkən də bunu mənə məsləhət edir. İndi Nahidə mənim mərhəmətimin əsəridir. Mən ona heç kimsəsi yoxdur. İnsan da yıxılanda onun heç kəs yaxın olmur, bunu unutmayın. Xəstənin, bir pis duruma düşənin nə qohumu olur, nə əqrabası olur, nə dostu olur, nə də tanışı olur. Hamı qaçır səndən. Bu çarəsiz bir qızdır. Hamı mənə deyir ki, niyə sən Muradla onu barışdırmaq istəyirsiniz? Nə Murad mənim qardaşımdır, ya qardaşım oldu, nə də Nahidə. Bugün Nahidədir, sabah başqa bir Nahidə olacaq bu efirdə.
Mən sadəcə onun çarəsiz qalacağını düşünürəm. Kimsəsiz, heç kimsəsi yox. O əməliyyat zamanı da onun yaşadıklarını biz bilirik. Son ana qədər Murad və Səhər dedi. Amma heç biri onun yanında olmadı. Muradı başa düşürəm. Murad bir şans verib ona, onun ora getməməsi üçün. Amma Səhəri, açıqcası, mən Səhəri o qədər sevmişdim ki, onun ata-anasına bağlılığı, qardaşına bağlılığı, o durub İzmirdən buraya qədər qardaşı ilə barışmaq üçün gələn bir qadının nə qədər böyük mərhəmət hissinə sahib olduğu üçün ona sevgim çox qalxmışdı, çox oyanmışdı. Amma sözün açığı, Nahidənin yanında bir ana, bir bacı kimi, yad bir insan kimi olmamağı mənə təsir etdi Nailə xanım. Mən çox pis oldum. Nailə xanım, mən sizə təşəkkür edirəm. Siz həqiqətən çox böyük ürəyə sahib bir qadınsınız. Əslində siz Nahidəni bağışlayacaq bir durumda deyildiniz. Amma dünən efirdən sonra sizin o gözyaşlarınız mən heç vaxt unutmayacağım. Siz mənim gözümdə biraz da ucaldınız. Sizə o qədər, o belə deyək, o uşağına, hələ sizdən qabaq etdiklərinə rağmen onun yanında mən olmaq istəyirəm dediniz. Çox sağ olun. Sujetimizi izləyək. Bugün əməliyyatınızı icra edəcəyik inşallah. Narahat olmayın. Allahın izniyle belə üzünüzə yaraşan, eyni zamanda bu içəridəki o kompleks problemləri de aradan qaldırdığımız bir şəkildə bir gözəl bir burun əldə edərik. Pərvin doktor, bir daha da təşəkkür bildirirəm. İstəyirəm ki, müğənnilərin burnu belə deyim, bir balacadır. Onlar kimi istəyirəm, amma yenə də təşəkkür bildirirəm. Xoşqədəm xanım, sizə xətt göndərim. Öpəcəklərim. Sanki Murat, səni çox seviyorum. Səhərlə yanımda olmadan sizə biraz kırgınım. Xoşqədəm xanım Yetəyət qızına dərin təşəkkürümü bildirirəm. Murat, buna mən səni çox seviyorum. Çox sevirəm. Bunu yadımdan çıxarma. Yəni çox seviyorum. Son anda belə o dünənki əməliyyatda, yəni həqiqət Ergün nəsə demək istəyirdi. Getmək istərdim ananın yanına. Yox. Mən təşəkkür edirəm dünən o həm çox gözəl keçdi əməliyyat. Artıq hər şey normaldır.
Pərvin doktora da özlərinin təşəkkürümü bilirəm ki, bu aksiya çərçivəsində yardım etdi və mən deyərdim ki, qürur hissi keçirirəm ki, Azərbaycanda belə doktorlarımız var, belə uzman doktorlarımız var, belə cərrahlarımız var. Allah onları qorusun, yaxşıların qiymətini bilin, yaxşı həkimlərimizi qoruyun. Vallahi sonra tapmayacaqsınız, ha? Sonra axtaracaqsınız, yaxşını tapmayacaqsınız. Yaxşıları qoruyun. Nailə xanım, nəsə demək istəyirsən, götür mikrofonu. Allah səbat versin. Gedəcəksən yanına. Dünən məndən onu xahiş eləmişdim. Beləcə gedib deyərim. Gedib deyərsən. Deyərim. Alqışlayın, xahiş edirəm Nailə xanım. Halal olsun. O məndən nə qədər pis deyilirsə, gedib deyərim. Eybi. Buyurun, buyurun. Mikrofon. Hə, bir dənə mikrofon verin. Orada olub olmaması o qədər də mənim üçün Xoşqədəm xanım diqqətimi çəkmədi. Amma mən çox istəyərdim ki, Murad orada olsun. Çünki ən azından siz kağıt üzərində bir ailəsiz, bir ailəlisiniz. Yanında olmanı istəyərdim. Səhər efirdən, ekrandan mənə çox mərhəmətli bir qadın kimi üzr istəyirəm Murad. Səhər mənə çox mərhəmətli bir qadın kimi yansıdı. Yəni mən səni çox mərhəmətli bir xanım kimi tanıdım. Amma mən bura gəldim, sənin orada olmadığını indi Xoşqədəm xanımdan eşitdim. Həqiqətən şaşırdım. Yəni heç gözləməzdim. Yəni istəyərdim ki, yəni bir kimsəsiz insan ən azından mərhəmət hissi bizi ora apara bilər. Ən azından mərhəmət hissi ilə gedə bilər. Biz başa düşürük. O bütün körpüləri yandırıb. Nahidə bütün hər şey darmadağın edib. Yox, amma hər kəs, heç kəs Muraddan yox, Səhər xanımdan gözləyirdi. Deyirdilər ki, o daha mərhəmətli, daha... Yəni, nəsə demək istəyirdi Leyla xanım, buyurun. Emin olun, yəni izləmişdim, çox üzülür Sayın Səhər xanım. Mən sizi neçə dəfə izləmişdim, çox mərhəmətli olmuşdu. Onu gözləyirdim. Dünən də oturmuşam, efirdə olmamama baxmayaraq. Gözləyirdim ki, siz ora gedəcəksiniz. Yəni onu da istəyirdi ki, siz heç olmasa bir dəfə əməliyyatdır da, yəni mən özüm bir cərrah olaraq, yəni əməliyyata girəndə, əməliyyat elə bir hissiyatdır ki, yəni istər-istəməz... Muradlıq deyil, yəni Murad deyil, Murad getməyə bilər, onu heç kəs qınamaz. Sonrası nə baş verəcək, o qədər belə bir qorxulu bir şeydir ki, istər-istəmə hamı əməliyyata gedən hər bir insan onu qorxur. Ona görə siz də Səhər xanım, yəni mən onu gözləyirdim, sizdən heç gözləməzdim getməməyiz. Yəni burada danışırsınız ki, ay belə mərhəmət, belə ay belə mərhəmət, ancaq onu siz göstərməliydiniz bence. Tamam. Öncelikle emin olun dünyanın en merhametli insanı benim. Ama Nahide benim evlatlarıma can damarıma bastı. Benim ve evlatlarım. Evladımın canını yakanın canını yakarım. Sizin evladınız var mı? Benim kızımla bakın size ne diyorum. Benim kızım dayısı sevgili mi? İmam nikahlı mı? Sizin idrak edemediğiniz bu. Yəni sizin onu idrak edə bilirik, biz onu qəbul edə bilirik. Başa düşürük siz nə deyirsiniz. Sadəcə onun, yəni onu elə sevməsi, onun sevməsidir. Bakın benim hakkımdaki siz onu bir ithamlar... tərəfdən baxsaydınız, görərdiniz ki, onu nə qədər o sevir. Ben bu konuda affedemem. Yəni o yüzden o hamını kıskanır. Yani o da bir kıskançlık, Nasıl bir xəstəlikdir yəni hanımefendi ki. var mı böyle bir şey? Dayı yiyen diyoruz ya, yapmayın. Yani onu o sevdiğine göre onu eləmiş. Hayır, yani. herkesten kıskanıyor. Bir tərəfə, Hayır, Nahide tamamen rahatsız. Nahidəni qoya bir tərəfə, Nahidəni qoya bir tərəfə. Yəni sizin bu içinizdən olan bir hissiyatınız, insanlıq hissiyatınız, yəni siz heç olmasa getməliydinizsə, yəni Nahide insan deyil, qoya. Nahide bir insan deyil. Yəni Nahidənin o kadar səhvləri olub. Elə Nailə xanımla o kadar səhvləri olub ki, ancaq Nailə xanım getmək istəyir ona. Ben buraya abim için geldim, Nahide için gelmedim. Bunu tekrar söylüyorum. Ben abim için geldim. Nahide benim zerre umurumda değil. Benim evlatlarıma, benim darıma dokunduğu için Nahide'yi affetmiyorum. Nahide benim gözümde bir hiç. Siz, beyefendi sizin çocuğunuz var mı? Mən sizin məntiqinizi qəbul edirəm. Muradın getməməyinə təəccüblənsəz, məntiqini anlayaram. Mən də Muradın Murad onun ailəsi sayılırsa gedə bilər. O da Muradın mən məntiqinə belə anlayıram ki, Murad istəyir boşasın, amma pis oğlan olmasın. Boşasın, amma yaxşı oğlan kimi qalsın. Amma boşamaq üçün ortada bir keçərli Ona görə səbəb də yoxdur axı. Tamam, boşa, bu qadının bilirəm, yenə də mərhəmət yaxşı şeydir, əlbəttə. Problem yox, niyə boşasın Elədir, Kömək xanım, o gedirsə də Murad getməli idi. Mən Səhər xanımın haqqında nələr danışdığını burada eşitmişsiniz. Səhər xanım özü nələr danışıb bizə o barədə. İnsan
ola bilsin qarşındakı insanın aqressiyasının səbəbini bilməyib ondan inciyə bilər də. O təbiidir. Ona görə Muraddan daha çox tələb edə bilərsiniz məncə, nəinki Səhər xanım. Mən amma Muradı deməzdim. Çünki Murad bir şans verdi ona və onun düzəlməsi üçün yolunu verdi və bu normal bir şeydir onun ora Yoluna getməmək. dəstək olmaq üçün gedə Amma bilərdi. mən açıqcası Səhər xanımdan daha çox gözləyirdim. Ola bilər, Səhər xanımı anlayıram. O bilirəm hansı məsələləri deyir o qızı ilə bağlı. Hətta neçə gündür ki, Məlikə idi də ismi. Məlikə neçə gündür məni yığır ki, məni efirə bağlayın, söz demək istəyirəm. Neçə müddətdir. Məlikəni hətta yığa bilərsiniz, efirə bağlayın. Yəni, neçə gündür o qız məni yığır. Yəni, mən başa düşərəm. Amma Səhər xanım, siz onu, yəni, bağışlayacaqsınız. Çünki biz hər gün oxuyuruq, Quranımızı bilirik, Allahımız bağışlayandır. Bağışlama. Allah deyir ki, hər yerdə deyir ki, xəstələri ziyarət edin. Gör, o qədər gözəl şeydir, gözəl əməldir ki, xəstələri ziyarət etmək. Deyir, hər xəstənin yanında hər dəqiqə oturduqca Allah sizin bir günahınızı bağışlayır. Şair o xəstə Mən deyil. demirəm ha bunu. Bunu mən demirəm, bunu Allah deyil. O xəstə deyil, o kosmetik, estetik əməliyyata Xeyr, gedir. estetik deyil. Estetik deyil, o nəfəs ala bilmir, yəni. Doğrudan O mı? nəfəs Yo, ala yo, bilmədiyindən, Əli yəni belə müəllim. onda bir Bəlkə təcili bilmirəm. əməliyyatdır. Bəli, Yəni nəfəs burada ala birinci- bilmədiyinə görə Bilməyə bilərəm, bu yaxşı, təcili bilmirəm. əməliyyatdır. Çünki orada çox kəskin şəkildə çəpər əyriliyi var. O Amma nəfəs ala təcili bilmədiyinə deyil, görə planlı əməliyyat ola bilər, istər-istəməz yəni doktor. ağrılar olur başında, narahatçılıqlar olur. İcazənizlə qoyun cərrah danışsın, xahiş Mən də edirəm. cərrah olmuşam vaxtilə. Yo, Əli müəllim, Var indi siz təcili var cərrah əməliyyatlar, deyilsiniz var axı. təxirə Hər salınmaz şey- əməliyyatlar, Sizin durub var bu- planlı əməliyyatlar. Bu planlı əməliyyat ola bilər. Neçə il bu yaşayır bu adam, ölməyib. Hər Yaşayır, şey bəli, onun qaydasındadır. çünki Yo, imkanı yo, yoxdur. doktor, bu ne demek? Bu ne yanaşmadı, imkansızdır. Yo, təcili deyil, planlı Yo, əməliyyat. bu planlı əməliyyat İndi deyil. Bu plan- əslində plan- imkanı planlıdır. Və olmağına Xoşgələm görə. xanım planına uyğun. Xeyr. Təcili Doktor, Estağfurullah. planlı olsa da, demək bunun əvvəl maddiyyatı gücü çatmayıb, olmuyor. Sən dediyin o ki, İndi plan vurmuşluq edildi. Sən dediyin o ki, ona mərhəmət göstər, mən məntiqimdə qalıram. Mərhəmət göstərəcək insan Muraddır. Səhər xanımdan bunu istəməyə Bir dəqiqə, indi icazənizlə dediniz, fikrimi Murad da icazə közü vermir. bilər, Əvvəla yəni, kəndisi mənim bilir. planlaşdırdığım o əməliyyat deyildir. Mənim yox, qızın istədiyim. Mən əməliyyat planlaşdırmıram. O istəyəndə Ümumiyyətlə, siz mən planlamışsınız, fikirləşirəm ki, ümumiyyətlə, bundan da sonra kimsə bura gəlibsə problemini, onun ikinci problemi mənə aidiyyatı yoxdur. Bu adam gəldi, tutaq ki, axtarışını xeyirxah elədim, plandır, dədəsinin, xoşgələm. nənəsini tapdım. Onun sənət problemi, onun nə bilim, ailə problemi mənim umurumda olmayacaq bir şeydir. Bunu dedim. Deyim və biləsiniz, məni ilgiləndirməz bugündən sonra. Amma bu qızı mən bunun istəyi ilə doktorun yanına göndərəndə doktor dedi, ay Xoşgədəm xanım, siz nə danışırsınız? Buna bu əməliyyat yox, buna bu əməliyyat lazımdır. Yəni, inanılmaz dəhşət dərəcədə problemi olan və bizim Azərbaycanımızın peşəkar lor cərrahlarından biri Leyla Zülfüqarov oturubdu burada. Və hər kəsin öz işi var, bir icazənizlə Leyla xanım, hər kəsin öz işi var. Mən öz işimi çox gözəl bilirəm. Durub nə qədər hər gün insanlarla da görürsəm, mən durub bir mütəxəssis kimi, Əli müəllim kimi durub danışa bilmərəm. Amma lor cərrahı onu danışa bilər və deyər ki, nə qədər önəmli əməliyyatı idi. Mən Murada deyirəm ki, o təşəkkür eləməlidir Murada ki, Murad gəldi, çıxdı bura, o çıxdı onun bir çox problemlərinin həlli məhz Murad bura çıxmasaydı, heç o da həll olunmayacaqdı. İnanın. Bəli, bataqlıqda olacaqdı. Qısa bir ara verək, qısa bir aradan sonra davam edəcəyik və müğənni Mətanət nələr yaşandı dünən efirdən sonra bir ailə dağılır dostlar. Bir yuva yıxılır və müğənni Mətanət kimdir? Açıqlayacağım qısa bir ara.